الحمد لله الذي جعل الرحمة جمال الدين والحكمة نور الدعوة والرفق مفتاحا للقلوب وسببا لصلاح النفوس وزينة لأهل الإيمان. الحمد لله الذي لم يجعل القوة في القسوة ولم يجعل النصر في الفضيحة ولم يجعل الغيرة على الدين بابا للظلم والعدوان. نحمده سبحانه على نعمه التي لا تحصى ونستغفره من قسوة تبعدنا عن رحمته ومن غضب لا يراد به وجهه ومن كلمة خرجت بلا حكمة فكسرت قلبا أو صدت عن حق أو نفرت عن سبيل الله. ونشهد أن لا إله إلا الله وحده لا شريك له جعل الرحمة من آثار الإيمان وجعل العدل من أعلام أهل السنة والقرآن، شهادة تلين القلوب لطاعته وتحبس الألسنة عن الظلم والبغي. ونشهد أن محمدًا عبده ورسوله أرسله الله رحمة للعالمين فكان أرحم الناس بالناس وأصدقهم نصحا وأحكمهم دعوة وأشدهم غيرة على حرمات الله، لينا من غير ضعف قويا من غير ظلم ناصحا من غير تشف غيورا على دين الله من غير هوى ولا اعتداء، صلى الله عليه وعلى آله وأصحابه ومن صار على نهجه واقتفى أثره واتبعهم بإحسان إلى يوم الدين. أما بعد، فأوصيكم ونفسي بتقوى الله تعالى، فإن التقوى هي زاد القلوب ونور الطريق وميزان المؤمن عند الغضب والرضا. Əziz değerli Müslümanlar, əziz, hörmətli qardaşlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Və təqva qəlblərin azüqəsidir, yolun nurudur. Mömin üçün qəzəbində də, razılığında da tərəzidir, meyardır. Ona görə qorxun Allah Teala'dan və bilin ki, qəlb əgər təqva ilə, Allah qorxusu ilə dolarsa, haqq üçün yumuşalar. Allah'ın dininin qeyrətini çəkər, zulümsüz, ədavətsiz. Çünki təqva mümini mülayim edir, güzəştə getmədən, qüvvətli edir, sərtlik etmədən, nəsihət edən edir, təkəbbürlü etmədən və qeyrətli edir, zülm etmədən. Təqva ən xeyirli azıqədir, qayıdış günü üçün və qulun qəbrinə daşıya biləcəyi ən əzəmətli sərvətidir və Xaliqinin önündə dayana biləcəyi, sahib olduğu ən qiymətli bir dəyərdir. وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ. Azıqa götürün özünüz üçün. Ən xeyirli azıqa Allah Taala'nın qorxusudur, təqvadır. Məndən qorxun ey ağıl sahibləri. Və sonra bilin ki, əzəmətli əxlaqlardan biri olan, hansı ki Rəbbimizə daha sevimlidir və əhlini də sevir, onu ilə qəlbləri açır, bağlı qəlbləri, qıfıllı qəlbləri açır, dağılmaqda olan evləri islah edir, dəvətə, nəsihətə bərəkət verir. O mülayimlik əxlaqıdır. Bəli, mülayimlik, yumuşaqlıq və mülayimlik heç də deyilən bir kəlmə deyil, deyilsin, keçilsin, xeyr. Və ya iddia olunan bir zinət də deyil. Mülayimlik qəlbin nurudur, dilin ədəbidir, davranışın hikmətidir, dəvətin rəhmətidir, mərhəmətidir, qəzəb anında ədalətdir. Deyir ki, sallallahu aleyhi və səlləm, mən yuhrimur rifqa yuhrimul xeyr. Kim mülayimlikdən məhrumdursa,
o xeyirdən məhrumdur. Yəni məhrumdur xeyrin çoxundan. Əgər məhrumdursa mülayimlikdən, məhrumdur gözəl müamilədən, gözəl davranışdan, məhrumdur nəsihətin qəbul olmasından, məhrumdur dəvətin bərəkətindən, məhrumdur qəbləri fəth etməkdən. İnnə rifqa la yakunu fi şeyin illə zənə və la yunzə min şeyin illə şənə. Deyir ki, sallallahu aleyhi və səlləm, mülayimlik nədə varsa onu gözəlləşdirər və nədən götürülərsə onu çirkin edər. Bəli, mülayimlik sözün bəzəyidir, nəsihətin zinətidir, dəvətin, evlərin, tərbiyənin bəzəyidir, elmin yaxşılığı əmr edib pislikdən çəkindirməyin zinətidir. Deyir ki, sallallahu aleyhi və səlləm, İnnəllaha rafiqun yuhibbər rifqa fil əmri kulli. Həqiqətən Allah Teala mülayimdir və hər bir işdə mülayimliyi sevər. Fikir ver, demədi bəzi işlərdə mülayimdir, bəzi işlərdə mülayimliyi sevər. Xeyr, əksinə hər bir işdə mülayimliyi sevər. Evində, məscidində, bazarda, dəvətdə, nəsihətdə, təlimdə, cahillə müamilədə, asiyə yol göstərməkdə, xəta edəni qaytarmaqda, hər bir işdə. Ona görə bir kəlmə ola bilər ki, deyəsən, lakin qəlbləri fəth edəsən. Və ola bilər ki, o kəlmə ilə qəlbləri bağlayasan, uzaqlaşdırasan özündən. Və neçə insan yaxın idi tövbəyə, lakin kobudluq onu uzaqlaşdırır. Və neçə cahil insan arzulayıb kimsə onu öyrətsin, lakin onu qınayan gəldikdə qəbul eləməyib. Və neçə asi insan Allah Teala fəth edib qəlbini deyilən o mülayim kəlmə ilə, sadiq nəsihətlə. Və fikir ver, Allah Teala əmr edib Musaya, Haruna, ən əzəmətli tağuta qarşı, Firavuna qarşı desin, danışsın onu ilə mülayim, yumuşaq. O Firavun ki, deyirdi ki, ənə rabbukumul ə'lə, mən sizin böyük Rəbbinizəm. Belə deyirdi, deyir ki, fəqulə ləhu qavlə, fəqulə ləhu qavlən leyyinə, ona yumuşaq söz söyləyin. Ləalləhu yətədəkkər o yaxşı, bəlkə o xatırlayar, öğüd götürər, qorxar. Harun-ı Raşid bir dəfə Kəbəni tavaf edəndə bir kişi çıxır onun qabağına və gəlib bəzi rəvayətlərdə xavariclərdən biri. Deyir ki, ey əmir əl-müminin, mən səninlə danışmaq istəyirəm, nəsihət etmək istəyirəm və nəsihətimdə şiddət var, kobudluq var, yəni qulaq as mənə. Deyir ki, ona lə və lə ni'mətəyn. Deyir ki, xeyr, əsla yəni bu yol verilməzdir. Allah Teala Peyğəmbərini məndən daha xeyirli olanı, məndən daha şərli olanın yanına göndərib, ona belə xitab etməyi əmr eləməyib. Yəni demək istəyib ona ki, sən nə qədər xeyirli olsan da, salih olsan da, hansı dərəcəyə çatsan da, Musa ilə Harunun dərəcəsinə çata bilməzsən. Və mən nə qədər şər olsam da, asi olsam da, Firavunun dərəcəsinə çata bilmərəm. Lakin Allah Teala əmr edib Musa ilə Haruna ona qarşı mülayim davranmağı. Bu əgər Firavunla müamilədə belə idisə, gör xəta etmiş, qüsurlu bir müsəlmana, bir insana qarşı necə olmalıdır? Necə olmalısan nəsihətində cahil olan bir insana qarşı, qardaşına qarşı? Ona görə öyrətməliyik ailələrimizi, övladlarımızı, müsəlmanların cavanlarını necə şəriət əmr edib davranaq insanlarla. فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَضًّا غَلِيظَ الْقَلْبِ لَنْفَضُّوا مِنْ حَوْلِكَ. Allahın rəhməti ilə onlara qarşı mülayim oldun. Əgər kobud, sərt qəbli olsaydın, ətrafından dağlardılar. Ona görə bax, əgər kobudluq dəvətdə fayda versəydi,
Peygamber sallallahu aleyhi ve sellem en layık olanıydı ona. Lakin Allah Teala haber verdi ki çubuğluq, sərtlik ona fayda vermez. Əksinə insanlara etrafından dağıdar, hidayet etmez. Ona göre deyirdi ki sallallahu aleyhi ve sellem yassiru ve la tuassiru, asanlaştırın, çətinləşdirməyin. Ve beşşiru ve la tunaffiru, müjdəliyin, qaçırmayın. Ona göre yalnız sərtliyi bacaran, başka hiçbir şeyi bacarmayan fəqih ola bilməz. Fəqih deyil o. Əgər dəvətçi yalnız səsini yüklətməyi bacarırsa, qışqırmağı bacarırsa, o dəvətçinin dəvəti uğurlu ola bilməz. Nəsihət edən əgər qəlbləri qırırsa, onun nəsihəti qəbul olunmaz. Əksinə, fəqih odur ki, sərtliyin də yerini bilir. Harada sərtlik etmək lazımdırsa yerini bilir. Harada mülayim olmaq lazımdırsa yerini bilir. Və kim cəm edibsə, haqla rəhməti, sünnə ilə hikməti, o müvəffəqdir. Peyğəmbər sallallahu aleyhi və səlləm məscidə gəlmiş bir bədəvi ərəbə qarşı müamiləsinə bax. Məsciddə bir xəta etmiş və insanlar onu acılamaq istəyəndə onu çobodluqla qarşılamır. Əksinə ürədir onu, yönəldir, deyir ki əshabına, siz asanlaştıran olaraq göndərildiniz, çətinləşdirən olaraq göndərilmədiniz. Bəli, bu Peyğəmbərlik mədrəsəsi idi, haqq idi, zülümsüz, nəsihəti idi, rüsvay etmədən, inkar edirdi, intiqam almadan, qeyrətini çəkirdi dini, nədəvət aparmadan, kin saxlamadan, mülayim idi, lakin göz yumurdu xətalara. Mülayim idi, görməzdən gəlmirdi, yumuşatmırdı xətaları. Ona görə də qardaşlar, bilin ki, mülayimlik, zəiflik deyil, nə də qorxaqlıq deyil, nə də haqqı tərk etmək deyil və ya batilə susmaq deyil. Əksinə mülayimlik, haqqı hikmətlə deməkdir, rəhmətlə nəsihət etməkdir, öyrətməkdir bəsirətlə, yaxşılığı əmr edib, pislikdən çəkindirməkdir, lakin bəsirətlə, elmlə, udu ilə sabili rabbikə bil hikmə vəl məv'izətil həsənə, deyir ki, Rəbbin, Allahın yoluna, Rəbbinin yoluna dəvət et hikmətlə, gözəl muizə ilə və qulu linnəsi husnə, insanlara gözəl söz deyin və təvasəv bil haqqı və təvasəv bil sabr, haqqı tövsiyə edin, səbri tövsiyə edin. Bu göstərir ki, təkcə haqqı tövsiyə etmək kifayət eləmir, əksinə səbr etməlisən haqqı tövsiyə etdiklərinə, dəvət etdiklərinin sənə qarşı olan əziyyətinə, səbr etməlisən cahilə, səbr etməlisən nəsihətində, səbr etməlisən ağır nəfslərin, xasiyyəti olanların xasiyyətinə, davranışına. Əli radiyallahu anhu deyərdi ki, həddithun nəsə bimə yərifun. İnsanlara bildiklərini danışın. Ətuhibbunə ən yukəddibəllahu və rasulə. İstəyirsinizmi ki, Allah və elçisini yalanlasınlar? Abdullah ibn Məsud radiyallahu anhu deyirdi ki, qövmlə danışanda bir qövmlə, onlarla elə danış ki, onların ağıllarının başa düşdükləri olsun. Çünki bəzi insanlar onlara danışdıqda fitnədən əmin ola bilmirsən, fitnəyə düşürlər. Ona görə dəvət heç də mücərrəd söz söyləmək deyil, söz dedin, getdin, yox. Əksinə bilməlisən dəvət etdiyinin əhvalını, insanların halını, onların qəlblərinə qarşı mərhəmətli olmalısan, həris olmalısan hidayətinə. Lakin necə ki, çobudluq din deyil, eləcə də mülayimlik, göz yummaq deyil. Kiminsə xətalarını görüb keçmək deyil, görməzdən gəlmək deyil. Necə ki, çobudluq nəsihəti fəsad edir, eləcə də batilə susmaq fəsad edir, dəvəti fəsad edir, cəmiyyəti fəsad edir.
Ona görə də mühüm bir məsələni hamı bilməlidir ki, mülayimlik o demək deyil ki, müsəlman qəzəblənmir heç vaxt, yox. Və o demək deyil ki, susur zəlalətə, azğınlığa, bidətə. Mümin bəli qəzəblənmir öz nəfsi üçün. İntiqam almır öz nəfsi üçün, öz havası üçün. Təkəbbürlü olmur nəfsinin payına görə, sərt olmur nəfsinə görə, öz mənafeyinə görə, lakin qəzəblənir əgər Allah Taala'nın haramları pozulursa. Dinin qeyrətini çəkir, münkəri inkar edir, bidətdən, zəlalətdən çəkindirir. Bir ki, Ayşə radiyallahu anhə, Peyğəmbər sallallahu aleyhi və səlləm heç vaxt öz nəfsi üçün intiqam almayıb. Lakin Allah Taala'nın haramları pozulduqda Allah üçün intiqam alardı. Budur meyar, budur tərəzi ki, nəfs üçün qəzəblənmə. Lakin Allah'ın haramları pozulduqda susma, sakit dayanma. Çünki din nəsihətdir. Və dedilər, ya Rasulallah, kimin üçün? Dedi ki, Allah üçün, kitabı üçün, elçisi üçün, müsəlmanların rəhbəri üçün və rəiyyəti üçün. Və o Peyğəmbər, hansı ki deyib bu sözləri, bil ki özü də çəkindirib. Və din nəsihətdir, bəli. Lakin bu nəsihət elimsiz olanda cahilliyə çevrilir. Və bu nəsihət əgər onda rəhmət yoxdursa, sözsüz ki onun yerini kobudluq, sərtlik alacaq. Əgər ədalət yoxdursa zülm alacaq. Əgər ixlas yoxdursa nəfs ortaya girəcək. Deyib sallallahu aleyhi və səlləm, sizdən biriniz bir pis əməl gördükdə, bir münkər gördükdə onu əli ilə dəyişsin. Sözsüz ki bu əmr sahiblərinə aiddir. Və kim bacarmırsa dili ilə, və kim bacarmırsa qəlbi ilə, və bu da ən zəif imandır. Və çəkindirib bidətdən, deyib ən şər işlər, yeniliklərdir, yəni dində. Və hər bir bidət zəlalətdir. Və deyib ki, kim bizim işimizə ona aid olmayanı qatmaq istəyərsə rədd olunar. Və kim bizim əməlimizə aid olmayan bir əməl edərsə rədd edilər. Ona görə mülayimlikdən deyil ki, insanları tərk edəsən, batildə qalsınlar. Və rəhmətdən deyil ki, susasan, zəlalətdə qalsınlar. Və hikmətdən deyil ki, bidəti onlar üçün bəziyəsən, don geydirəsən. Və batilə susasan, və batilə susmaq səbir deyil. Batilə rədd etmək, tərk etmək, mülayimlik deyil. Onu nə adlandırsalar da, hörmətli ixtilaf adlandırsalar da, bu fiqh deyil, dini başa düşmək deyil. Vacib olan odur ki, inkar edəsən elmlə, ədalətlə, hikmətlə, rəhmətlə, zülm etmədən, söymədən, təkəbbürlü etmədən, intiqam almadan, bəli, haqq deyilir, batil inkar edilir, bidət çəkindirilir, lakin əhl-i sünnənin əxlaqı ilə, cahillərin, kobudların əxlaqı ilə yox. Və əhl-i sünnə insanlara insanların ən rəhimlisidir. Onların hidayətinə həris olan ən həris insanlardır. Və zülümdən, həddi aşmaqdan ən uzaq olanlardır. Bəli, haqqı deyirlər. Allah üçün heç kimin qınağından çəkinmirlər. Lakin haqqı təkəbbürlü üçün qamçı eləməyiblər. Sünnəni müsəlmanları alçatmaq üçün körpü etməyiblər. Kim haqla rəhməti cəm edibsə müvəffəqdir. Və kim haqq danışırsa, lakin mərhəmət yoxdursa onda islah etmək istədiyini də fəsad edir. Kim dəvət edirsə və iddia edirsə ki dəvət edir, lakin batilə susursa o rəhm etmir, o mərhəmət etmir. Əksinə zülm edir, nəsihətində xəyanət edir, zənn etsə də ki rəhm edir. Din bəli rəhmət dinidir, haqq dinidir, dəvət hikmət, ədalət dəvətidir. Yaltaqlıq, gözdən gəlməzdən olmaq üçün qurulmuş bir dəvət deyil. Sünnət nurdur. Hüccət sərtlik deyil. Sünnət hidayətdir. Və mülayimlik ən gözəl şeydir bu dəvətdə. Və heç də güzəşt etmək üçün bir örtü deyil. Ona görə dəvət edən, nəsihət edən birinci
dilindən qabaq qəlbinə qayıtmalıdır. Danışmamışdan qabaq kəlmələrini ölçməlidir. Baxmalıdır ədalət tərəzisində elmlə, ədalətlə danışır, yoxsa yox. Xatırla ki, insanlar səndən hidayət istəyir. Onları məğlub etmək yox. Xatırla ki, dinə görə qəzəblənirsənsə, o qəzəbində nəfsindən pay olmamalıdır. Mülayimlik iddia edirsənsə, mülayimlik haqda yumuşalmağa sövq etməməlidir sənə. Haqdan keçməyə sövq etməməlidir. Bəli, insanlar ehtiyac duyur ki, onları kimsə mərhəmətlə haqqa çağırsın, lakin kobudluqla parsalamasın. Və dedi ki, neçə qəlb bir kəlmə ilə Allah Taala fəth edib. Neçə asilər sadiq, səmimi nəsihətlə qayıdıb. Neçə cahil onları mülayimcəsinə öyrədəndən sonra sünnətə qayıdıb. Lakin eyni vaxtda dedi ki, müsəlman üçün mülayimlik pərdə olmamalıdır. Batilə susmağı üçün pərdə olmamalıdır. Və nə xoşbəxtdir o kəs ki, cəm edib üslubunda mülayimliyi, qüvvətlidir dinində, sadiqdir, səmimidir, nəsihətində, ədalətlidir, inkarında, rəhimlidir insanlara qarşı. Allahım, bizi dilimizdə, əməlimizdə müvəffəq et, haqqa, mülayimliyə, mərhəmətə. Allahım, dəvətimizi hikmətli et, nəsihətimizi səmimi et, inkarımızı ədalətli et. Allahım, bizi haqq və rəhmət əhlindən et, sünnə və hikmət əhlindən et. Allahım, qəblərimizi, dilimizi, ailəmizi, övladlarımızı islah et. Müsəlmanların əhvalını düzəlt. Harada zəif müsəlmanlar varsa onlara kömək ol. Aclarını doyur, zəiflərinə kömək ol. Allahım, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru, ölkə başımızı qoru. Onu xeyirli işlərə müvəffəq et. Ətrafında ona xeyirdə dəstək olan insanları cəm et. Xain, məkirli, şər insanları ondan uzaq et. Bizi eşidir, faydalarından et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli dəm fəstəğfiruhu innəhu vəl-ğafurrahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyyə vəl-mursəlin nəbiyyə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil-adli vəl-ihsani və itə'i zil qurbə və yenhə anil fəhşai vəl-munkari vəl-bəği. يعظكم لعلكم تذكرون واقيموا الصلاة.